Herkesin her vakti xeyir dostlar. Uzun müddət sonra Ünsiyyətdən hamını salamlayıram. Ünsiyyət nənələr demiş ki. Azərbaycandan gəlirəm. Azərbaycandan yük vurmuşdum. Cəllabaddan Çiyələk, Pitqorski şəhərinə, bazara. İndi bazardan yükü boşaltdım. Yavaş yavaş çıxıram. Bizim bir yaxın uşaq da var. O da gəlir. Bazara gəlmir. Rostova gedəcəyik. Yük vurmağa. Onunla beraber gedəcəyik. Biraz paslanmışam videoya. Bayaqdan girə bilmirəm. 3-4 aydır video çəkmirəm, eləmirəm. 3-4 aydır video çəkib eləmirəm. Biraz paslanmışam. Bayaqdan elə istəyirəm ki, elə videoya girib girə bilmirəm. Neyse, oradan çıxım, bura biraz Bombay yerdi. Bu da jet çatırdı, bir 10 kilometre zat kalmıştı. Diyeceksiniz ki bu adam Almanya'dan niye geldi çıktı Azerbaycan'a? O tür ölkəni koyup niye geldi Azerbaycan'a? Danışaram da yoldamız. Burada yolda qayları olur bu kuruqda. Mikrofonu gizlədim. Deməsinlər, qaqaş bu nədir? Sən nə çəkirsən? Jack, necəsən Jack? Məni niyə sağlığını göstərir? Ha, sağda yol var. Firiş tərpəndi canavarla, 46 motor Mercedes. Verim, heç nə Mercedes'in yerini vermir, heç nə. Bu Euro 5 Mercedesler canavardı, tankdı, tank. Ne var? Almanya'da belə şey görə bilərdin, bu xətti tapdalayıb ortalıqda dayansınlar. Hamısı dayanıb ortalıqda, buna var. Dayanın görə qaqanız gəlir. Tramplin. Almanya'dan sonra bura elə bil ki Əfqanistan kimi görünür ya adamın. Qayda qanun yox, nə bilim hə. Kim kimin üstündə gedir. Buranın nəyi də olmasa qəşəng mənzərəsi var. Mikrofonu taxım yenə yerinə. Məhəmməd yığırdı. Görüm nə deyir. Hardadır? Ümid edirəm səs gəlir də şeyə. Bir problem yoxdur.
Alo. Neynirsən? Alo. Alo. Saat bir şartı yapıyorum bu sonra yazacağım. Çıxmışam. Lukoil var, oranı vurmuşam. Sənə konum atacağım oradan. Buranın nəyi də olmasa mənzərəsi qəşəkdir, ha? Bilirsiniz niyə? Qafqazın böyrüdür deyə. Qafqaz dağları gəlib bir ucu bura çıxır. Mən də fikirləşirəm ona görə. Ha. Aşağı tərəfdə Gürcüstandır. Ona görə yaşıllı orada, bax. Gedək Məhəmmədi tapaq. Bura gələndə burada şey işləmirdi, GPS işləmirdi. Location tapa bilmirdim. İndi yenə işləyir, bax. Gecələr internet gedir, vəbşəm yerli dibli. Gecələr bağlayırlar. VPN zat da heç nə işləmir. Amma gündüzlər açırlar. Gündüzlər, gecələr belə avtobanlarda zat da işləyir məsələn. Amma şəhər mərkəzlərində bağlayırlar. Məsələn, böyük şəhərlərdə bağlayırlar. Bu Pitkoçki kimi olsun, nə bilim, Moskva, Peterdir, elə böyük şəhərlərdə GPS işləmir. GPS onsuz da işləmir. Belə interneti də gecələr vaxtın bağlayırlar. Gecələr heç internet də olmur. Elə Quleyabani kimi oturursan təmdə. Hansı Y50 yolu da bura. Y50. Buralarda elə saxlayardım. Mən hara gedirəm? Aha, qabaqda qayı var. Buradan fırlanacağıq aşağı. Atabana çıxacağıq. Ratardara baxın, ratardara bax. O ratardarın səsindən yoxdur da. Adama ləzzət edir. Adama elə bir ki, belə neydi o söz? Hardasa bir gəldiyimdən bəri, Almaniyadan Azərbaycana gəldiyimdən bəri 5-6 reys eləmişəm. Amma həvəs yoxdur ki, çəkim, paylaşım. Elə işim gücüm elə maşının orasını təmizlə, burasını təmizlə. Maşını bir dənə pis gündə almışdıq. Day. Dəhşət ha, dəhşət. Maşına heç baxmayıblar. Salfetka şeyini bura Samarezlə nəzi bir dənə salfetka şeyi var, qoyan bir elə bir rulomdur da, salfetkanı istəyəndə çəkirsən, ondan götürürsən də. Onu Samarezlə bağlayıblar bu şitə. Samarez çürüblə.
Nəzik bir şeydir də onu bir adi bir lipçikana bağlasan qalacaq orada havada da. Şeyin nə ağırlığı var. Salfetkanın və yaxud o salfetka qabı vahşi yüngüldür. Heç nə bilim 40-50 qram olar ya yox. Salfetka da olsun 100 qram. Bu nədir? Parking, oba. Ben burada sağ. Yoxsa parking deyil abi, nədir? Parkingdir də. Ha. Burada saxlayayım, biraz söhbətimizi eləyək, Məhəmməd gəlib çıxana qədər. Deməli qardaşlar, canlar cəyərlər, salfetka şeyini bura bağlayıblar, samarezlə. Samarezlə onu niyə bağlayasan ora? Baxın bu günə şeydə, bu yağışlıq şeylər var ha. Onu samarezlə bağlayıblar yuxarı. Bax bunları, bu plastikləri. Onu bir insan ora samarezlə niyə bağlasın? Çox belə pinti baxıblar da maşına da, dəhşət. Buralar belə pis gündə, nə bilim, çirk, miş. Onları silib təmizləmişəm. Maşının yataqlarını üst alt çıxartmışam. Silmişəm, təmizləmişəm. Gördüm əmələ gəlmir. Əmələ gəlmir. Taxograf. Neyse, mən taxografla da sürürəm burada. Hərdən yadımdan çıxır. Gördüm əmələ gəlmir, çıxartdım bunları, apardım. Yudum qəşəycənə. Bir həftə qaldı. Günün altında elə özünə gəldi. Bu sidenkaları fikrim var. Maşının yuxarı damını qəşəng silib təmizləyəcəm. Burada kirpas var. Belə də, yəni sıfırdan maşını yeniləyirəm. Ona görə biraz baş qarışıq idi. Belə. Heç indi oturum Məhəmmədi gözləyim, görüm Məhəmməd hardadır. Bu parkingi vurmuştum, indi qardaşım görüm nə местоположение asıb mənə. Rostov. Məhəmməd də gəldi. Scania. O geçsin qabaqda. Bir qabaqda restoran var, orada saxlayarıq, çörək yeyərik. Mən tanıyıram. Benim işte düş qabağa. Belə dostlarım, deməli maşını heç yaxşı vəziyyətdə olmadığı üçün biraz maşına əl gəzdirməli oldum belə. Amma fikir verirəm ki, buradakı yiyəsi az sürüb, amma baxmıyor. Avropadakı baxıb. Avropada üstünə geçən şeylər qoyublar bunu. Avropadan gəlmə. 18 dəqiqədir sürürəm. 18 dəqiqə. Şişələri bağlıyor. Çox səs-küy olmaz. VPN də açılmır bax. Zibilə keçdik. Dağın bir dənə videona baxın. Dağ nə qəribədir. Mən birinci dəfə, 2 dəfə də belə dağlar görürüm. Ha, VPN də getdi. Bunun içində bəhməz.
Deməli canlar, Azərbaycana gəlməyimin səbəbi bu maşındır. Daha şey, Azərbaycandan videolar, Rusiyadan videolar, bilmirəm, yəqin ki Türkiyə, Gürcüstan belə bir şeylər də olar. Bacardığımı çəkəcəm, paylaşacağım. Hər dəfə də bu sözü deyirəm. Almaniyada hər dəfə də bir problem çıxırdı qalağa. Mən retardarla maşın sürənəm, xoşum gəlir retardarla istifadə etməyə. Vərdiş də eləmişəm. Retardarın səsi də ləzzət edir mənə. Rusiyada benzin qırtlığıdır, dizel qırtlığıdır. Böyük maşınları görürsünüz. Erməni maşını, Erməni maşını, Rus maşını. Hamısı dayanıb zapravkaya, Rosneft'ə. Dizel dəhşət bahadır. Dizel hardasa vururduq 60'a 65 rubla. İndi 100-120 rubullar oynuyor. Bəzi yerdə var 90'dır, nə bilim 98'dir, 95'dir. Actrosumuz 2008. Baxımlı maşın olub. Hiss olunur, o baxımlı maşın olmağını hiss olunur. Buna geçək, hələ orada da işıqlar qoyublar, amma Azərbaycana gələndən sonra üstünü bağlayıblar. Onun mən üstünü açdım, amma ledlərini saxladım da. Dan yerlərini yox. O dan vuranda gür işıq yanır, onları bağlamış. Sonra nikellərini kardeşim Türkiye'den şey getirmişti. Sarı kızdı, ne bileyim sarı, ne bileyim nedir, sarı temizleyen, neyse de temizleyici var. Ondan getirmişti. Nikellerini sürtürsen ağappaq parıldadı. Yani belə biraz məşğul idim bu maşınla. Təmir şeyləri var idi. Dinamaydı. Sonra Sveçalardı, forsumkalar idi, nə bilim. Təxminən bir maşının üstünə 3000, 3500, 4000 xərc gedir. Alınandan sonra. Ondan sonra biraz özünə gəldi maşın. Maşın yerimirdi konkret. Maxaçqala podyumunu qalxa bilmirdim, zülümlə qalxardım. Zapravkada probkaya baxın. Zapravkada oçeretdir. Buna balaca maşın oçeret. Bunu da biznesə çeviriblər. Gəlirlər, dayanırlar oçeretdə. Qabaqdakı oçereti pulla satırlar. Dayanırlar axı orada günlərlə. Ona görə bəzi adamlar biznesə döndərib. Korotə maşının o aktrosunun lağ belə bir işləyəndə bir səsi var. O səs yox idi. Sveçaları, nə bilim, forsumkaları dəyişəndən sonra maşın biraz özünə gəldi. Səssiz adı düzəldi. Maşında səs yox idi. Aktrosun özünə layiq bir səsi var. O yox idi. Maşın belə düzələndən sonra dedim, bundan yola çıxmaq olar. İndi Volvolarla gələndə 2 dənə tentlə dirəşmişdim. Düzdür, tenti biri məndən daf şeyləri hələ əvvəlcədən başı bıraxdı. Biraz dirəşdi, gördü alınmır. Birinci podyumda başımı bıraxdı. Amma Volvo ilə dirəşmişdim. Volvo düzdür, biraz arxadaydı, amma gördüm yaxınlaşır. O da yaxınlaşa bilmədi. Hələ
İkinci podyumda da onu da şeylədim, qırdım getdi. Ya, maşın biraz ürəyimcədir. Vid cəhətdən olsun, məsələn, komplektasiya cəhətdən olsun. Hər maşında qabaq paduşka yoxdur. Bunda qabaq paduşka var. Məsələn, stoyaşı kondisioneri var, yəni dayandığın yerdə kondisioner işləyir. Bəzi şeyləri xoşuma gəlir. Dostum, niyə oradan ora girirsən? Sən ora dönəcəyin yeridir, sağa dönəcəyin yeri. Amma o gəldi burada mənim qabağıma gedir. Həşlə, indi istiqlavat yüküdür. Rostova gedirəm. Rostovdan da yükümüzü vuranda ayrı bir video çəkməyə çalışaram. Da işləmir ya. Bir işdə də nə olar ki, bir hayda, burada sağa makasladım ha, bildiğiniz. Ya sürmeliydim ya qalacaqdım o furanın arxasına. Burada amma babat erməni nömrələri var ha. Erməni maşınları çoxdur. Furalar deyəsən hələ buradan işləyirlər. Hələ deyəsən deyəndə ki, hələ Vladikavkazla Gürcüstanla girirlər Vladikavkaza, oradan da gəlib bura çıxırlar. Hələ belə işləyirlər də, onların yəqin yolu buradan. İstəmirsən belə gözlərim aydın qaqaş. Düşdü qırmızıya. İstəmirsən belə gözlərimiz aydın. Heç nə, Yandexlə gedərik. O qədər Iveco sürdüm. Darıxırdım Actros'un bu polunun düzlüyü üçün. Heç bir maşında, bir dənə Scania'da var, Scania'nın S-lərində var. R-lərində də belə əyridir, S-lər qəşəkdir, düzdür. Bunun kimidir. Bir də Actros'un təzələri. Yalan hamısı tulla geçsin. Maşın içi ki belə plekan oldu ya. Sürmək istəmirəm o maşını. Iveco'da heç xoşlamadığım maşın idi. Bir dənə yaxşı cəhəti şeyi var idi. Distansiyada saxlayırdı. Bunda yoxdur da. Məsələn, qabaqdakı maşınla distansiya saxlayırdı. Sonra yol zolağı itirəndə, elə bir sağdan sola, soldan sağa keçəndə, zolağı tapdalayanda xəbərdarlıq edirdi. Euro 6 idi deyə onda var ya. Almanya ilk gedəndə xoşum gəlirdi Almanyaya. Amma sonradan gördüm ki, bu ölkəni çox gözdə böyütməyə ehtiyac yoxdur. Çox gözdə böyüdürük Almanya ilə, Almanya belə. Robot ölkəsidir. Oradan ancaq iş, ev, iş. Həyatın yoxdur, sosial həyat sıfırdır. Avropanın digər ölkələri əladır. Məsələn, İtaliya olsun, İspaniya olsun. İspaniyadan ötürü İspaniya kasıbdır. Yəni Almaniyaya baxanda kasıbdır, maaş azdır. Amma İspan insanlarını, İspan coğrafiyasını, yəni onun təbiətini Avropanın heç bir ölkəsinə dəyişmərəm. Oranın insanları qızıldır, bildiyiniz qızıl. İtalyanlar da elədir. Heç bir ölkəsinə dəyişmərəm. Qismət olsa yaşamağı fikirləşirəm İspaniyada. Almaniyadır, sonra Fransadır. Bunlar İsveçdir, İsveçrədir. Necə deyim, necə başa salım? Alman mentalitetini götürən ölkələr hamısı Almaniya kimidir. Əvvəl ilk gedəndə
o disiplin, Almaniyanın o disiplini, o qayda qanunu adama hardasa ləzzət edir. Sonradan o disiplin adamı çox yormağa başlayır. Nə qədər robot olasan bu həyatda, nə qədər bu cizgini elə bir çıxmamalısan da sağa sola da. Ancaq elə elə insanı çox yormağa başlayır. Ona görə də yorulmağa başlayırsan, o səbir şeyin daşır. Deyirsən nə yaxı. Mən çıxıb gedəcəm bu ölkədən. Oturumum olsa da, hər nə qədər oturumum var, mən bu ölkədə qala bilmərəm. Kimsə üçün, ərəb üçün, türk üçün şofer işləyirəm. Elə işləyirəm da burada da, yaşayıram. Gəzirəm, dolanıram. Kafe yox, bir şey yox, nə bilim ya, onların o... Gedirsən, adi bir dənə marketdən balıq alırsan, balıq, nə bilim ya, balıq, konserva balıq üzümlüdür. Nə bilim ya, vişnəli. Çox qəribə yeməklər var. Mən vişnəli balığı neyinirəm, konserva balığı. Qəribə yeməklər var. Yeyə də bilmirsən, gəlirsən yeməyi yeyə bilmirsən. Burada özüm üçün kafe var, restoran var, şey var da, yəni Azərbaycan kafeleri zatları var. Ya özüm üçün istəyirəm, otururam, vaxtım boldur, otururam, bişirəm, eləyirəm. Düzdür, burada da taxografla sürürəm, orada da taxografla sürürdüm. Burada taxonu idarə edə bilirsən. Çox transport qayının başı çıxmır taxografda. Orada taxografın nöqtəsinə qədər öyrənirsən də. Nöqtəsinə qədər. 45-i, 24-ü vaxtında. Nə bilim, sən 15 dəqiqə burada yerində işlətməlisən, elə tərpənməlisən. Amma burada yerində işlətmədən tərpənirəm. Raspichatka eləyirəm, verirəm, heç başı çıxmır. Deyirəm, gəl ingiliscədir, gəl. Əvvəl alman dilində qalmışdım. Deyirəm, gəl alman dilindədir, raspichatka eləyə bilsən, gəl elə. Buradakı qaylara deyirəm, ha. Başı bıraxırlar da. Eləyə bilmirlər. İndi ingiliscəyə qoymuşam, onu da eləyə bilmirlər. Buna nətə polisdir, mənim başım çıxmır. Bu rus dilindən başqa bir şey bilmirlər. Polissən də sən ikinci, üçüncü dili bilməlisən. Eləyə də bilmirlər, hardasa qırılıb qalırlar, çıxıb daha gedirlər. Ya Platonda bir səbəb axtarırlar, ya maşın fırlanırlar, işıqda, zadda bir səbəb axtarırlar. Tapa bilmir, qırılıb qalır. Nə tapa bilirsən tap. Taxografsız sürürdüm, hardasa 3-4 reis taxografsız sürdüm. Son 2 reisdi taxografla sürürəm. Getdim taxografın nə deyirlər o kağıza, nə bunlar ruslar nəsə deyirlər də, onu çıxartdırdım. Başladım taxografla sürməyə. Set tutmur ki ona yığım, onda da rasiya yoxdur. 3-2. Almaniyada dağın başına da çıxırsan 5G tutur. Bir də yükləmə yerinə çataq. Qeydiyyatdan keçək. Səhərə də yükümüzü bıraq, aparatla. Düz Azərbaycan.